Hər vaxtınız xeyir olsun. Bugün sizə 1-ci sinif Azərbaycan dili kitabından dərslərin tapşırıqların izahını verəcəyəm. Dərsə keçməzdən əvvəl kanala abunə olmağı və bəyənməyi unutmayın ki, belə videoların ardı gəlsin. İndi isə keçək izahımıza. Olan birinci suala baxaq. 1A şəklində deyir ki, şəkillərə diqqətlə baxın, suallara cavab verin. Birdə görürük ki, yəni vərəqlərdə futbol görürük, ikincidə üzgüçülük, üçdə isə güləş görürük. Birdə deyir ki, bu kitabçalar hansı idman növləri haqqındadır? Elə mən oxudum. Birinci şəkildə görürük ki, futbol oynayır, ikinci şəkildə üzməyi görürük, yəni üzgüçülük, üçüncü şəkildə isə oğlanların bir-birində güləşməsini görürük. Siz daha hansı idman növlərini tanıyırsınız? Biz buna istədiyimiz idman növlərini deyə bilərik. Məsələn, voleybol olsun, basketbol olsun, tennis olsun, kickboks olsun. İstənilən qədər idman adları saya bilərik. Daha sonra 3-ə oxuyuruq. 3-də isə deyir ki, sizcə insanlar nə üçün idmanla məşğul olurlar? Deməli, insanların idmanla məşğul olmanın səbəbi odur ki, idman edən insan, yəni bədəni sağlam olur, gümrah olur, yəni özünü yaxşı hiss edir. İdman insana sanki bir növ özünü yaxşı hiss etdirən vasitələrdən biridir. Yəni biz sağlamlığımız üçün hər bir kəs idman eləməlidir. Daha sonra bizim burada söz boğçası hissəmiz var ki, söz boğçası hissəsinə baxaq. Birincidə fərdi sözün verib. Fərdi sözünün mənası, yəni ki, tək başına deməkdir. Daha sonra komanda sözü var. Komanda da fərdinin sanki əksi. Yəni komanda isə qruplarla, bir çox insanların birləşməsi ilə olan bir, məsələn, birləşmədir. Daha sonra bəhanə sözü var. Bəhanə sözü də yəni uydurmaq, yalandan danışmaq, bir şey bəhanə eləməkdə. Yəni istəmədiyin bir şey üçün bir bəhanə gətirmək, yəni uydurmaq, belə deyək. Daha sonra keçid edirik B hissəsinə. B hissəsində deyir ki, şeiri oxuyun. Şeirin adı idman dərsi. Nənəsi çağırır ki, ay Ülviyə evə gəl. Dərslərini oxu yaz. Xörəyini ye dincəl. Top oynayardı deyə qız tez tapdı bəhanə. Dedi, idman dərsini öyrənərəm ay nənə. Aləmzər Əlizadənin şeiri. Oxuduq, məlumatlandıq. İndi isə keçək C-də olan suallara baxaq. Deyir ki, sizcə nənə Ülviyə üçün niyə narahat olurdu? Niyə narahat olurdu? Baxın, burada narahat olmanın səbəbləri var idi. Deyir ki, dərsini oxu yaz. Baxın. Burada deyir ki, dərsini oxu yaz, xörəyini ye, dincəl. Onun yəni səbəbi o idi ki, Ülviyə gəlsin evdə, həm yazılarını yazsın, dərslərini oxusun, yəni belə. Daha sonra digərini oxuruq. Deyir ki, uyğun variantı seçib cümlələri tamamlayın. Gəlin baxaq. Dincəlməsə, yəni Ülviyə dincəlməsə necə olardı? Sabahsı günü özünü yorğun hiss edərdi. Yəni birə C gedəcək. Yemək yeməsə nə olardı? Ülviyə özünü zəif hiss edərdi, A işə gedəcək. Dərslərini oxumasa, Ülviyə müəllimə cavab verə bilməzdi. Ona görə də 3-ə B gedəcək. Belə olacaq. Daha sonra keçid edirik növbəti səhvədəki tapşırıqlara. Növbəti səhvədə 2A-da deyir ki, mətni oxuyun. Şəkillərə baxın. Mətndə ayının hansı dostlarının adı çəkilmir? Biz bunu öyrənmək üçün əvvəlcə mətni oxumalıyıq. Gəlin oxuyaq. Ayı və dostları. Heyvanlar səhər idmanı edirdilər. Təkcə ayı yuxudan durmaq istəmirdi. Bir gün belə, 2 gün belə. Dostları onu danlayırdılar. Belə olmaz. Günü-gündən tənbəlləşirsən. Bir gün meşədə yanğın baş verdi. Heyvanlar qaçmağa başladılar. Ayı da yaman qorxmuşdu. Amma sürətlə qaça bilmirdi. Dostları onu çayın kənarına gətirdilər. Meşə kralı şir dedi, bu sənə dərs olsun. İdmanla məşğul olsaydın, cəld çevik olardın. Özünü də, dostlarını da təhlükəyə atmazdın. Ülkər Rəhimqızı əsəri. Gəlin geri qayıdaq. Bizə çünki burada sual vermişdi ki, baxın burada deyirdi ki, mətndə ayının hansı dostlarının adı çəkilmir. Deməli, biz şəkildə nə gördük? Baxın, dovşan gördük, canavar gördük və tülkü gördük. Bir də şir də gördük. O heç.
Dostlarına baxırıq. Dostları bunlardır, amma biz dovşan, canavar və tülkünün burada adın keçdiyini deməli görmədik. Aha. Daha sonra burada bizim söz boğçası hissəmiz var. Söz boğçası hissəsinə baxaq ki, burada deyir ki, bax cəld sözü kral, çevik və dərs olmaq sözlərini soruşur. Burada cəldlə çevik sözləri elə baxın, burada da cümlədə, burada bir yerdə verilib. Deyir ki, sən də idmanla məşğul olsan, cəld çevik olardın. Yəni cəld çevik sözünün mənaları odur ki, yəni sürətli olardın. Sən də digərləri kimi daha cəld sürətlə qaça bilərdin də. Yəni bu mənada işlənib. Kral sözü, kral bilirik ki, yəni meşənin kralı, padşahı, şahı bu mənada işlənən bir sözdür. Dərs olmaq sözünün də mənası belə işlənir ki, yəni ki, başa düşdü, dərs aldı. Məsələn, bir hadisədən baxın, məsələn, burada deyir ki, əsərimizə əsasən, bu sənə dərs olsun. İdmanla məşğul olsaydın, cəld çevik olardın. Yəni sən bu hadisə, yanğın nəticəsində başa düşdün ki, idmanla məşğul olmaq lazımdır, çox tənbəl olmaq lazım deyil. Belə bu mənada işlənir. Daha sonra növbəti səhifəyə keçirdək. Deyir ki, hansı təsvir mətnə aiddir? Deməli, baxın, şəkilləri yaxınlaşdırırıq, baxırıq, görürük ki, buradakı bu deyil, bu da deyil. Bizə lazım olan ikinci şəkildir. Çünki baxın, bu dovşandır, bu da ayıdır. Dovşan ayının yanına qaçmasına kömək edir. Daha sonra keçək digər hissəyə. Deyir ki, bunu bilməliyik. Obraz, baş qəhrəman, xarakter. Baxın, burada obrazlar tülkü, şir, ayı idi. Çünki biz əsərdə bunların hər birinin adını gördük. Baş qəhrəman isə obrazın, yəni əsərin əsas qəhrəmanı deməkdir sanki. Çünki biz burada əsasən ayının timsalında əsəri başa düşdük. Xarakter isə ayın xarakteri necə idi? Tənbəl idi. Məsələn, tülkü, digər canavar və digər heyvan, dovşan yəni, cəld idilər, sürətli idilər, idmanla məşğul olurdular və s. Onların xarakteri elə idi, yəni onlar idmanı sevirdilər. Amma ayı isə tənbəlliyi ilə seçilirdi, yəni xarakteri bu idi. Deyir ki, mətndə obraz adlarının ilk hərfi böyük yazılır. Obraz kim sualına cavab verir? Bəli, bunun səbəbi də odur ki, yəni biz mətndə bunları artıq obraz səviyyəsi heyvanlar olsa belə, biz bu mətndə onları şəxsləndirmə, yəni obraz kimi gördük, onların dilindən sözlər gördük deyə onların adları həm böyük hərflə yazılır, həm də onlara kim sualını vermişik. Daha sonra keçid edirik, C-dəki mətnlərə baxacağıq. C-dəki mətndə deyir ki, ayı və dostları mətninə aid cümlələri oxuyun. Hərəkətlər hansı obrazlara aiddir? Gəlin baxaq. Deyir ki, bir də hər səhər idman edirlər. Biz əsərin elə əvvəlində gördük ki, canavar, qısa-qısa yazacağam, dovşan və tülkü. Onlar idman edirdilər, idmanla məşğul olurdular. Daha sonra 2-ni oxuyuruq. 2-də deyir, tənbəllik edir, bütün günü yatır. Deməli, tənbəllik edib bütün gün yatan kim idi? Təbii ki də ayı idi. Daha sonra hamını təhlükəyə atdığı üçün ayını danlayır. O da şir idi. Şir. Belə. Növbəti suala keçməzdən əvvəl diqqətinizə çatdırım ki, hal-hazırda ödənişsiz yaddaş kitabçalarımız mövcuddur. Yaddaş kitabçalarımızı əldə etmək üçün 055 280 59 24 nömrəsinə yazaraqdan əldə eləyə bilərsiniz. İndi isə keçək C-dəki suala. Deyir ki, mətndəki hadisələrin ardıcıllığını müəyyənləşdirin. Gəlin baxaq. Yanğın vaxtı ayı çətin vəziyyətə düşdü. Ayı çox yatırdı. Heyvanlar idman edirdi. Meşə kralı şir onu danladı. Deməli, biz birinci gördük ki, heyvanlar idman eləyir. 1. Sonra ayının yatmağını gördük. Daha sonra meşədə yanğın oldu. Ayı çətin vəziyyətə düşdü, qaça bilmədi. 4 isə şirin onu danlamasını gördük. Deməli, ardıcıllığımız bu şəkildə olacaq. Bu 1-dir belə. Daha sonra keçid edirik. 3-cü hissəyə. Burada bir şeyimiz baxın. Qaldı. Hər bir şeyi dedik. Keçək 3-cü hissəyə.
Üçüncü hissədə deyir ki, bizə şəkillərdə hansı yarışlar təsvir olunub? Yarışmağı sevirsinizmi? Səbəbini izah edin. Gəlin baxaq. Birinci şəkildə nə görürük? Uşaqların üzməyini görürük. Deməli, burada yarışın adı da üzgüçülük olacaq. Burada üzgüçülük yarışı gedir. İkinci şəklimizdə nə görürük? Uşaqların qaçmağını görürük. Deməli, burada qaçış üzrə yarış keçirilir. Üçüncü şəkildə isə biz uşaqların velosipedlə sürdüyünü görürük. Deməli, burada uşaqlar velosiped yarışına qatılıblar. Təsvir elədik. Yarışmağı sevirsinizmi? Məsələn, biz gündəlik dərslərimizdə yoldaşlarımızla hər hansı bir mövzu haqqında yarışa bilərik. Yəni, yarış nə deməkdir? Yarışın mənası odur ki, bir neçə, məsələn, baxın, burada üzgüçülükdə bir neçə 3 uşaq üzür. Onlardan sadəcə biri daha tez finiş nöqtəsinə, yəni ki, onlara qoyulan yerə qədər, yəni tez üzüb gedəcək və qalib olacaq. Belə. Daha sonra keçid edirik növbəti hissəyə. B-də deyir ki, mətni oxuyun. Obrazların adlarını dəftərinizə qeyd edin. Yarış. Mətnin adı yarışdır. Lovğa dovşan və tısbağa qaçış yarışına çıxmışdılar. Dovşan bilirdi ki, tısbağa asta yeriyir. Özünün isə sürətli ayaqlarına arxayın idi. Düşünürdü ki, tısbağanı asanlıqla ötüb keçəcək. Ona görə də bir ağacın altında uzanıb dincəlmək istədi. O yuxuya getdi. Ayılanda gördü ki, tısbağa artıq finiş xəttinə çatıb. Deməli, əsərimizi gördük, tanış olduq. Gəlin, indi isə aşağıdakı məlumatlarla tanış olaq. Söz boğçasına baxaq. Yarış nədir? Elə mən bunun izahını verdim əvvəldə də. Yarış o idi ki, məsələn, gördük burada, baxın. Məsələn, ikinci şəkil olsun, qaçış. Qaçışda 3 uşaq qaçır və onlardan ən sürətli qaçanı finiş nöqtəsinə, yəni onların qaçıb ora daha tez çatması üçün qoyulan xəttə daha tez çatacaq bir dənəsi və qalib olacaq. Daha sonra nə sözü var? Arxayın sözü var ki, baxın, biz arxayın sözünü bir də loğu olacaq. Burada qeyd edək. Arxayın sözünü biz harada gördük? Arxayın idi burada. Sürətli ayaqlarına arxayın idi. Yəni, dovşan özünə arxayın idi. Arxayın olmaq odur ki, yəni özünə güvənirdi, inanırdı, bilirdi ki, məsələn, o sürətli qaçacaq. Tısbağa isə hamımızın bildiyi kimi hər birimizin çox yavaş yeriyir. Ona görə arxayın olmaq, yəni ki, özünə güvənirdi, inanırdı, özündən əmin idi, belə deyim. Lovğa sözünü bir də soruşdu bizdən. Lovğa sözünün mənası isə özündən razı, yəni boş-boş danışan, yəni boş-boş özündən razılıq edəndə, yəni bu mənada işlənir. Burada nə gördük biz? Gördük ki, dovşan boş-boş, yəni lovğa bir şəkildə özündən razılıq elədi. Düşündü ki, mən onu asanlıqla ötüb keçəcəyəm. Amma nəticədə nə baş verdi? Tısbağa qalib gəldi. Daha sonra burada bir də doğru-yanlış sözlərin yazılmağı var ki, burada. Baxın, lovğa sözünü lovğa yazılır, elə lovğa da deyilir. Biz ona lovğa demirik. Dovşan sözü, dovşan yazılır, dovşan deyilir. Biz burada v-nın düşməyini görməyəcəyik. Necə yazılır, elə də deyilir. Daha sonra C-yə baxsaq, C-də nə gördük? Deyir ki, mətnə görə cümlələrin ardıcıllığını müəyyən edin. Dovşan yuxuya gedir. Dovşan və tısbağa yarışırlar. Tısbağa qalib gəlir. Deməli, biz burada baxaq birinci mətnimizə. Burada görürük ki, tısbağa ilə birinci yarış olur. Birinci olacaq B, yəni tısbağa ilə dovşan yarışırlar. Daha sonra olacaq A, çünki niyə? Dovşan özünə arxayın olub yatır, dincəlmək istəyir, yuxuya gedir. Axırıncı da olacaq C, tısbağa axırda qalib gəlir. Bax, belə 1B, 2A, 3C olacaq. Daha sonra C-yə oxuram. Deyir ki, mətndəki obrazların xarakterləri haqqında fikirlərinizi deyin. Xarakter haqqında fikirləriniz gəlin deyək. Mətnə baxırıq. Mətndə nə gördük? Gördük ki, dovşan lovğadır, özünə arxayındır, özünə inanırdı. Yəni, lovğa idi bir sözlə, özünə inanırdı, belə deyək. Özünə arxayın idi. Ona görə də məğlub olur. Amma tısbağa necə idi? Tısbağa yavaş yersə də
qalib gəldi. Çünki o özünə, yəni dovşan kimi özünə arxayınlıq, rahatlıq vermədi, yeridi. Baxın, burada tər içində qalıb tısbağa. Dovşan isə baxın, burada yəni dincəlirdi, öz keyfində idi. Belə, daha sonra keçid edirik növbəti hissəyə. Növbəti hissədə baxırıq 4A-da. Uyğunluğu müəyyən edib cümlələri yazın. Aha, baxaq. Tısbağa asta-asta neyniyər? Yeriyər. Dovşan dincəlirdi. Tısbağa və dovşan yarışırdılar. Baxın, belə olacaq. Biz bunu elə mətnə əsasən də tapa bilirik. Daha sonra bunu bilməliyik hissəsinə baxaq. Bunu bilməliyik hissəsində deyir ki, hərəkət bildirən sözlər. Biz artıq ad bildirən sözlərlə tanışıq, yəni keçmişik. İndi isə hərəkət bildirən sözlərlə tanış oluruq. Burada deyir ki, baxın, nə edir? Hərəkət bildirən sözləri bilirik ki, nə edir sualına cavab verir. Baxın, nə edir? Üzür, qaçır, tullanır, sürür, gedir, gəlir. Baxın, hamısı nə edir sualına biz cavab veririk. Deməli, bunlar bizim hərəkət bildirən sözlərimiz. B-yə baxaq indi, nümunələrlə əsaslandıraq. Hərəkət bildirən sözləri seçib cümlədə işlədin. Baxın, ayı sözü. Ayı sözü nə edir sualı verə bilirik, verə bilmirik. Ayıya nə sualı veririk? Deməli, ayı sözü ad bildirir deyə biz çıxırıq. Sonra yazır sözünə baxaq. Baxın, nə edir? Yazır. Məsələn, Əli ev tapşırıqlarını yazır. Baxın, oxuyur sözü. Nə edir? Oxuyur. Məsələn, Ayan gündəlik dərslərini çox gözəl oxuyur. Tənbəl sözü. Baxın, tənbəl sözünə biz nə edir? Sualı verə bilmirik. Ona görə bunu da çıxacağıq. Sonra oynayır sözünə baxırıq. O da nə edir? Oynayır. Deməli, Günel və Ayan dərsdən sonra məktəbin həyətində oynayırdılar. Belə qura bilərik. Dovşan, nə dovşan? Ona görə gördünüz, ad oldu. Artıq yəni hərəkət bildirən söz deyil. Gedir, nə edir? Gedir. Məsələn, Dərya və Əli hər gün dərsə birlikdə gedirlər. Belə cümlələrdə işlətdik. Daha sonra baxaq, burada bir dənə sonuncu hissəmiz qaldı. Qruplarla iş hissəsi. Qruplarla iş hissəsində nə deyir? Deyir ki, şəkillər əsasında nağıl qurub danışın. Biz şəkildə sanki yox, elə dəqiqliklə qarğa və tülkünün nağılını sanki görürük. Deməli, bu belə idi ki, deməli, biz burada məkana baxırıq ki, onlar meşədədirlər, qarğa və tülkü görürük. Deməli, qarğa bir pendir tapıb ağzında saxlayıb, onu yemək üçün, yəni ağacın budağına qonubdur. Tülkü gəlib deyir ki, ay qarğa, sən nə gözəlsən. Mən inanıram ki, sənin səsin də özün qədər gözəldir. Sən oxusan, biz sənin səsinə qulaq asardıq. Yəni, sənin səsin çox gözəldir. Oxu, biz də qulaq asaq. Qarğa da bunun sözünə aldanır və ağzını açıb qa deyən zaman oxumaq üçün ağzındakı pendir yerə düşür. Pendir yerə düşən kimi tülkü tez götürüb pendiri yeyir. Və qarğa başa düşür ki, tülkü onu aldadır. Əslində onun niyyəti pendiri onun ağzından salıb yemək imiş. Belə, nağılımızın da sonuna gəldik, tapşırıqlarımızın da sonuna gəldik. Sonda isə bir daha nəzərinizə çatdırım ki, kanalımıza abunə olmağı unutmayın, bəyənməyi unutmayın. Birinci sinif şagirdlərinin bəyənmələrini az görürəm və sizdən də çoxlu bəyənmələr, aktivlik istəyir. İndi isə əgər videolarımızı bəyəndinizsə, bəyənin, yorum yazın. Dərsin sonunda isə qeyd edeyim ki, əlaqə nömrəmiz yenə 055 280 59-24 nömrəsidir. Dərslərimizə qoşulmaq üçün, dərslərimiz haqqında ətraflı məlumat almaq üçün hər biriniz əlaqə saxlaya bilərsiniz.